şablon bir sual var. Deyirlər 5 il sonra özünü harda görmək istəyirsən və yaxud da 1 ildən sonra nə olacaq? Əvvəllər bunu çox mən özüm də, yəni düşüncəmdə deyirdim ki, xəyal edim, mən görüm özüm harda görürəm belə. Amma düzdür, bəzi adamlar özün 5 il sonra harda görübsə, ora getməyə can atır. O istiqamətli, konkret bəzi insan tipləri var. Hədəflidir, sistemli deyir, yox mən bunu seçmişəm, 5 ildən sonra burada olacağam. Yəni onun üçün artıq odur da, onu neynəsən də yolundan dönmür. Amma adam var ki, mən onu məsələn deyə bilmərəm ki, mən 5 ildən sonra filan yerdə olacağam. Çünki ora qədər mən bilmirəm məni nə gözləyir. Bəlkə mən o yolu getdiyim vaxtda mənim marağım dəyişə bilər, bəlkə mənim əhatəm dəyişə bilər, bəlkə mən yeni nə isə öyrənərəm, onu edə bilərəm, orada o istiqamətimi götürə bilərəm. Yəni bunu demək istəyirəm ki, yəni sual verəndə insanlar sanki elə bir dəfəlik kəsir. 5 ildən sonra budur, səndə budur. Amma insan elastik varlıqdır da, yəni o dəyişə bilər. Mənə siz qulaq asırsınız, 1 ildən sonra siz mənim fikrimi bəyənməyə qalın və yaxud da bugün mənim dediyim nə isə sizə fərqli gələ bilər, bir neçə ildən sonra deyəndə daha fərqli aydınlanma ola bilər. Yəni biz bir şeydən tuturuq, deyirik ki, mən bu inanc kimi də, yəni ki, yox, bunun dediyi düzdür, bu belə olmalıdır. Düşüncəmizi biraz elastik etməliyik. Yəni necə deyirlər, o deyir su kimi, su hansı qaba girirsə onun formasını alır da. Yoxsa ki biz dəqiq ki, yox mən bunu seçdim, yox mən dəyişə bilmərəm, yox mən 10 ildir bu sahədəyəm, buradan çıxa bilmərəm, mən 5 ildir əziyyət çəkmişəm, buranı oxumuşam, bu qədər pul vermişəm. Yəni bunlar hamısı dağıla biləcək bir şeylərdir. Özümüzə dönə bilmirik. Özümüzün sanki o istəyimi, sanki bir marağımı, bacarığımı hamısı kənarda qalır və onun üçün də yəni biz özümüzlə məşğul olsaq, nə qədər bu vaxtında istiqamətimizi tapsaq yaxşıdır və bir də ki, yenə deyirəm, maraqlarımız dəyişə bilər, bu da normaldır. Yəni mən indi bu sahəni edirəmsə, mən nə vaxtsa bunu tamamilə atıb başqa sahə ilə etməyim də normaldır. Yəni bu dəyişir. Mən burada özümə necə deyim, bir sistem kimi qoya bilmərəm ki, yox mən ömrümün axırına qədər mən bununla gedəcəm və yaxud da bunu edəcəm.